prezident vəzifəsi nə olduğunu yaxından bilirdim, görürdüm, atamın yanındaydım. Bilirdim ki, bu çox ağır, həddindən artıq ağır, məsuliyyətli işdir. Bu tam başqa bir həyatdır. Yəni, prezident vəzifəsində olan insan, əgər o doğrudan da xalqın qayğıları ilə yaşayırsa, dövlətin qayğıları ilə yaşayırsa, o adamın artıq gecəsi gündüzü olmur. Mən də bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır. Azərbaycan xalqı da bilir ki, mən onun arxasında dayanıram. Yəni, xüsusi bir hissdir. Bunu yəqin ki, bir çoxları yaşamayıb. Xüsusilə hər iki dövrdə ölkəyə rəhbərlik edən şəxs kimi bəlkə də bu unikal təcrübədir.